Cəmi 10 dəqiqə evdə ləzzətli çipsi hazırlama reseptini paylaşıram sizlərlə. İnandırım sizi, marketdən çipsi almağa belə dəymir. Evdə faydalı və ləzzətli çipsləri özünüz hazırlaya bilərsiniz. İlk öncə lavaşları bu şəkildə düzürəm və doğrayıram. İstədiyiniz formanı verə bilərsiniz. Mən bu şəkildə doğradım və doğradığım lavaşları bir qaba əlavə edirəm. Keçirəm sos hazırlamağa. Sosda istədiyiniz bol ədvalardan istifadə edə bilərsiniz. Yəni bol ədvalı olduqda daha ləzzətli olur. Qaba qarıqdalı yağ əlavə edirəm. Üzərinə bol paprikanı daha çox istifadə edin. Çox ləzzətli olur. Üzərinə kimyon, duz, istiot və sarı kök əlavə etdim. Yaxşı qaçdırdıqdan sonra lavaşların üzərinə əlavə edirəm və sousu lavaşın hər bir tərəfinə yayıram. Yəni lavaşın hər bir tərəfinə sos yayılmalıdır, ləzzətli alınsın deyə. Daha sonra isə soba qabına yağlı kağıza əlavə edib lavaşları bu şəkildə soba qabına düzürəm. Əvvəlcədən qızdırdığım 250 dərəcəlik sobada 3-4 dəqiqə bişirirəm. Bol xırçıltılı, o qədər ləzzətli çipsi alınır. Yəni ürəyiniz çipsi istədikdə evdə faydalı, belə ləzzətli çipslər hazırlaya bilərsiniz. Mütləq hazırlayıb sınayın. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.